Demək, bizim ötən gün bizim Azərbaycanın ilk hərbi naziri olmuş Xosrov bəy Sultanovun 140 illiyini böyük bir beynəlxalq mətbuat mərkəzində qeyd elədik. Təsəvvür eləyin ki, Azərbaycan dövləti yaranır, hələ altında torpaq yox, yanında Azərbaycan xalqı yox, Tiflisdə elan olunur və onun hərbi nazir məsuliyyətini üzərinə götürən adam Qarabağı ermənilərin bütün üsyanlarından demək, onların qarşısına çıxaraq onları dayandırır və orada Azərbaycanın general qubernatorluğunu yaradır və bu general qubernatorluq Thompsonun rəyi ilə Versal sülh müqaviləsində də, orada müzakirələrdə də qəbul olunur və bu hüquqi bir post kimi orada təmin olunur. Hüquqi əsası da 18-ci ilə dayanır və Xosrov bəy Sultanov da ən böyük Azərbaycanın şəxsiyyətlərindən biridir ki, Qarabağı Azərbaycana qaytaran nadir simalardan biridir. Onun 140 illiyi ilə bağlı mən çox istərdim ki, bir sərəncam verilsin, onun adını əbədiləşdirək. Hətta bu sahədə, baxın, hərbi sahədə biz vətənpərvərliyi qaldırmaq istəyiriksə, istədiyim odur ki, bütün sahələrdə biz hansı boşluqlar var, bunları doldurmalıyıq ki, Azərbaycan insanı güvənsin ki, vətən üçün əziyyət çəkən, vətən üçün fədakarlıq edən hər bir insanın qiyməti veriləcəkdir. O baxımdan da mən çox istərdim ki, Əhməd Ağaoğlu'nun necə xatirəsini prezident sərəncam verdi, əbədiləşdirdi, çox böyük addım idi. Ölkə prezidentinə buna görə təşəkkür edirəm ki, dəyərləndirdi Əhməd Ağaoğlu'nun difainin başında duran ermənilərə yerində oturan böyük şəxsiyyətimiz. Onlardan biri də Xosrov bəy Sultanovdur. Onun qardaşı Sultan bəy Sultanov haqqında da prezident sərəncam vermişdi. 2011-ci ildə onun da yubileyi qeyd olundu. Bu tarixi şəxsiyyətləri biz tanıtmalıyıq ki, məğlub olmuş xalq sindromundan çıxa bilək. Göstərək ki, ən kritik vəziyyətdə xalqın elə oğulları çıxır ki, bu funksiyanı özlərinə götürüb Azərbaycanın torpaqlarını azad eləyə bilir. Və bu sindromu biz dağıda bilsək, məncə çox böyük bir faydalı millətimiz üçün iş görmüş olaraq. Diqqətinizə görə sağ olun. Bir tərəfin Laçın Kəlbəcər, bir tərəfində Qərbi Azərbaycan, hə? Mən ata tərəfim, atam tərəf Laçınlıdır. Anam tərəfsə həm Ermənistanlarla, anamın anası Ermənistanlıdır, atası Kəlbəcərdir. 5 uşağıq, mən evin son 5-yiyəm, Yaradə xanım. Biz Bakıda doğulmuşuq. Mən çox əfsuslar olsun ki, hələ Laçını görməmişəm. Valideynlərin gedib gəlmirdilər bu sıralardan? Yox, bilirsiniz necədir? Biz o vaxtı uşaqlıqda mən bir dəfə Qərbi Azərbaycana, Ermənistana getmişdim, nənəm ilə qonaq. Birinci sinifdə, o qədər nənəmin xoşuna gəldim ki, nənəm zəng elədim valideynlərimə ki, bir gəlin uşağı aparın, bir də bura gəlməsin. Çox incidirdim. Ata baş agronom işləyib, hə? Bəli. Anandakı yaşıllıq idarəsində briqadir. Mən biləm. Əgər səhv eləmirəmsə, qardaşının heykəltaraş rəssamıdır. Və belə fərqli sənət profillərindən olan insanlar və birdən-birə reper Hüseyin Dərya. Agronom və briqadir necə reper dünyaya gətirdi? Mənim anamın atası aşıq olub. Ailədə ümumiyyətlə sənətə addım belə yaxın olan adam yoxdur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə mən aydınlaşdıra bilmədim. Qəbul oldun, olmadın? Oldum. Sən eyni zamanda Qarabağ müharibəsində döyüşmüsən. 4 il. Mən həm müharibə veteranıyam xanım, həm də müharibə əliliyim. Yəni öz təhsilindən könüllü imtina edib bəli, Bakı Dövlətdən mən könüllü imtina elədim. Çünki o dövr bizim nəsildə qaçqın da var, bizim nəsildə köçkün də var, didərgin də var. Və belə bir nəslin bir evladı olasan, amma əskərlikdən boyun qaçırasan, bu bizə yaraşmayan şeydir. Amma əskərlikdə bu, mənim bu rap bacarığım orada da özünü bürüzə vermişdi deyə. Elə orada konkretləşdirdim ki, elə mən inşallah bitirdikdən sonra bir şey də deyim, mənim 2004-cü ildə bizim iki taclı kraliçamız Primadonna İlhamə Quliyeva ilə Oyan Bəxtim 2004-cü ildə mən onun sözlərini 1994-cü ildə müharibə gedə-gedə yazmışam.